أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين. Biz axırıncıda ki vəz məsələlərin bitirdiyi dəlalətdir, dəlalətdə və təsəvvürüdür və təsdiqidir. Ümumiyyətlə bizim danışıqda, usulda, fiqhdə, hər yerdə bizim davamımız dəlalətə təsdiqi ilə, dəlalətə təsəvvürün işimiz yoxsa bizə lazımdır muradı, şəxsiyyət başa düşək. Muradı nədir, onu başa düşək. Odur məyyardır. Və bugünkü bəhsimiz 5-ci əmrdə həqiqət və məcazdır. Həqiqət kəlmənin, ləfsin həqiqi söhbəti, məcazın söhbəti istimaldan sonra olan şey, vəzdən sonra olan şeydir, məsələ, prosesdir. Bir şey vəz olub, yəni bir dənə ləfz, bir dənə mənanın üzərisini qoyulub, bundan sonra rabitə yaranıb, sonra biz onu istifadə edirik, danışırıq, istifadə edirik. Danışanda istifadə edəndə söhbət gəlir bu vəz olunandan sonraki prosesdir bu. Vəz olunan prosesdir. Bu həqiqət məcaz prosesi vəz olunan sonraki prosesdir. Elə ki bir ləfzlə bir mənasına əlaqə yaranıb artıq vəz olub. İndi istəyir bunu işlədək. Farsça demək bekarborddan. Gedək bunu istifadə edək, bunu istihdam edək, istimal edək. Hə? İstimal yəni əmələ gətirək bunu dilimizdə. Burada bəhs gəlir bu məcazi istifadə elədi, yoxsa həqiqi istifadə elədi. Yəni nə? İzah edəcək tələsmə. Bəs istəyirəm deyək ki, həqiqət məcaz prosesi vəz prosesindən sonradır. Aydın oldu buna diqqət edin. Yəni bir ləfzlə məna arasında bir rabitə var ki, əlaqə var ki, bir ləfz bir mənaya qoyub ki, mən indi bunu istifadə edirəm də deyirəm. Aydın oldu? Buranı bildiniz? Gəlir bəxtlə. Bir dəfə bizim danışıqda istifadəmiz, ləfzi biz bir dəfə həqiqi mənada istifadə edirik. Bir dəfə də yox, məcazi mənada istifadə edirik. Mən indi də burada işim yoxdur. Bunun adı niyə həqiqi qoyublar, niyə bu kəlmədə məcaz qoyublar, kəlmələr. Bu işimiz buradır. Çünki usul işidir, o lüğəvi işidir, bələğat işidir. Ağa, həqiqi mənada ləfzi istifadə etmək nədir? Həqiqi mənada budur ki, o ki vazi, o ləfzi hansı mənaya qoyub, o mənada istifadə eləməyə deyirlər həqiqi mənada. Başa düşdün? Məsələn, ağa Seyyid öz oğlunun adını qoyub, nə? Mohsin. Ağa Seyyid, sən kimin adını qoymuşsan Mohsin? Oğlunun adını. Mən elə sənin oğluma deyirəm Mohsin gəldi. Mən Mohsin ləfsin istifadə elədim. Amma həqiqi mənada, yəni həqiqətən vazinlə o ləfsi hansı mənaya qoymuşdu, onu elə istifadə elədim. O mənada istifadə elədim. Düzdür? Aydın oldu? Bu oldu həqiqi mənası. Bəzən görürsən ki, mən Mohsin. Ləfsi, Mohsinə Mohsin demirəm. Mohsinə deyirəm məsələn, Mahmud. Axı, Mahmud kəlməsi, Mohsin ki var, onun üçün qoyulmamışdı ki. Mohsin mənası, pəsun var, oğlun. Onun üçün qoyulmamış ki, onun atasına qoyulub. Düzdür? Mən Mohsin ləfsin öz həqiqi mənası ki var, bu ki varlıqda, onda istifadə eləmədim. Başqa bir dənə varlıqda istifadə elədim. Bu nədirlər? Bu cürə istifadə eləmək, istimal məcazdır, həqiqidir. Yəni təcavüz edib, yəni keçib öz məna həqiqdən digərinə. Buna aydın oldu? Buranı bildiniz. Xülasə mən misallarda tətbiq edirəm. Hələ bu ki misal vurmamışam sizə. Həqiqət deyəcəm ki, məcaz necə yaranır, o dalaşmır. Bəs xülasə, həqiqi mənada istifadə eləmək ona deyirlər ki, ləfz o hansı mənasına ki qoymuşdur vazi, o mənada istifadə edirik, həmin ləfzi. Ləfzi məcazi mənada istifadə eləmək odur ki, mütəkəllim danışanda o vazi ki var hansı mənada istifadə eləmiş deyə qoymuşdur, o mənada yox. Digər bir mənada istifadə edir. Məqsədi digər mənada eləməkdir, ninəmi çatdırmaqdır. Bunu bildiniz. Ağazan, məcaz necə yaranır? Məcaz İstimal məqamında vəznə istimal. Məcaz təşabuhla, oxşarlıqla yaranır. Zövq-i insanla yaranır. İnsanın zövqünə uyğun olmalıdır. İstifadə ilə yaranır, oxşarlıq yaradılır. Misal olsun deyəcəm. Bax, biz görürük ki, bir dəfə şir deyəndə məqsəd, həmin o vəhşi ki var, heyvan ki var, yəni yırtıcı heyvan var odur. Bəzən görürsən, şir insana deyirlər. Yəni, şüzatlı şəxsə deyirlər. Bəs şir ləfsin hansı mənada istifadə elədilər? Şücaətli insan, şücaətli kişi mənasında. Sual, şücaətli kişi mənası şir ləfsinin doğrudan həqiqi mənasıdır. Yəni doğrudan vazı şir ləfsini onun üçün qoymuşdu. Hə? Şir o heyvan üçün qoymuşdu. Cəmaət şirə baxıb. Ondan bir xüsusiyyətlər özünə götürüb, yaxşı xüsusiyyətlər. O xüsusiyyətlərə görə kimdəsə varsa, onun adını ona qoyurlar. Məsələn, görürlər ki, bir kəs şücaətlidir.
ya məsələn döyüşkəndir, şücaətli qəhrəman, ona şir deyirlər. Bəs istimal elədilər, istifadə elədilər bir dənə ləfzi ki, onun həqiqi mənası deyirdi. Onun qeyri-həqiqi mənasıdır. Doğrudanmı mən indi bu seydə şir desəm, mən şirsən sən. Şirə var. Şir gəldi. Tələsmə, şir gəldi. Mən doğrudan bu ləfzi şiri həqiqi mənada istifadə edirəm. Çünki şirin həqiqi mənası yırtıcı heyvandır. Həmin o yırtıcı heyvan var, meşədə odur. Bəs həqiqi mənada istifadə eləmirəm mən. Məcazi mənada istifadə. Amma məcaz necə yaranır? Məcaz bir əlaqə ilə yaranır. Həqiqi məna ilə məcazi məna arasında əlaqə, bir oxşarlıq olmalı ki, ona deməliyəm. Məsələn, görürəm ki, şirdə şücaət var. Bunda da şücaət oxşadıram, ona görə deyirəm o şir. Ya məsələn, bizdə deyirlər, bir kəs məsələn, vəhşi kimi vurur, dağıdır, ona deyirlər, tank gəlir. Adama deyirlər, tank. Məgər adamın tankın həqiqi mənası odur. Yoxsa o ki var, böyük bir dənə ağır, bir dənə altı şey ki var, döyüş var, odur da. Çünki o tankla, tankın bir dənə işi ki var, o əsəri var, nədir? Dağıdıcı olma, azad olma, onu insana deyir. Məcazı insanlar öz zövqü ilə yaradır. Əlbəttə ki, insanın zövqünə uyğun olmalıdır, belə olmamalıdır. Ona görə ki, cəmiyyətdə heç vaxt görə bilməzsiniz ki, ağzından çox pis iyi gələn insana şir desinlər. Halbuki şirin bir dənə xüsusiyyətlərindən biri də budur ki, ağzından çox pisi gəlir. Düzdür? Çox pisi gəlir. Desinlər şirsən də, amma demirlər şirin ona. İnsana ağzına pisi gələn şəxsə şir demirlər. Niyə? Zövqü bir şeydir. İnsanlar adətən oxşarlıq elədiyi bir şeylərdə gözəl şeylərə götürürlər, mədh eləmək üçün, tərif eləmək üçün. Bəs məcaz necə yəni? Məcaz bir əlaqə ilə, bir oxşarlıqla yəni. Bu bəhslər usul bəhslər, bu hamısı bəlağətdir mən danışıram. Usul burayı qədər idi yuxarıda ki, məcazla həqiqətən bu qədər. Amma necə yaranır mən biraz bəlağətdən danışıram ki, zehniniz necə açılsın. Bəs insanlar arasında ləfz, kəlmələr öz mənalarında baxırlar, həqiqi mənada bir şey çıxardılar, başqasına oxşatma yolu ilə olur. İndi bəziləri istiarədir, bəziləri şeydir, mursəldir, zat oxuyacaqsınız. Bəzən bu oxşarlıq bu sifətlərlə deyil. Bəlkə cüz'iyyət, külliyyətlədir. Ya məhəlləndir, yernədir. Misal vururam. Bəzən görürük ki, ərəb dilində kəlmədə məsələn üçün bir kəs ki, cəsusdur, ona deyirlər əyn. Əyn. Cəsusdur, ona deyirlər əyn. Əyn yəni göz. Cəsus ki var insandır, insan. Cəsus bir dənə insandır, düzdür? Bir dənə vəsfdir də. Amma eyni insanda bir dənə cüzdür, insanda bir dənə üzvdür də. Onu görsünüz, qoyublar bir dənə sifətli şamil olan şəxsə qoyublar. Niyə? Çünki əlaqə var da, cəsusun işi nədir? Axtarış aparmaqdır, həmişə gözü cəmaatda olmaqdır, nəzarətdədir. Amma ona əyn deyirlər. Bəs bəzən əlaqə sifətlərdə olur, bəzən əlaqəni üzvlərlə bir-birinə oxşadırlar. Aydın oldu? Hə? Məsələn, bizdə də filankəs boyundur. Məsələn, bizdə sözlər var, deyirlər. Neyinlər? O əlaqə tapırlar. Əlaqələrlə. Bəzən əlaqə sırf olaraq vəsiflərdədir, sifətlərdə də, xüsusiyyətlərdə. Şücaətli olmaq. Bəzən yox. Üzvlərdədir. Üzvlərə oxşarlı olmalı. Məsələn, filankəsə deyirlər ki, filankəs pəncədir. Pəncə yəni şirin pəncəsi. Onun xüsusi bir özün üzvlə neynirlər? Oxşarlar. Bu təbiidir. Bu məcazdır. Bəs bura qədər məcaz barəsində danışdıq. Bəs məcaz budur ki, həqiqi məna ilə, həqiqi mənada bir xüsusiyyət, istər bu sifət cəhətdən, istər üzv cəhətdən olsun ki, onu götürürlər digər olan mənada, ondan oxşatma ilə yaratmaqla deyirlər. Bəzən mədhnəndir, bəzən də zəmnəndir. Bəs qayıtdıq əsədir bəhsə. Bir dəfə biz ləfsi istifadə edirik. Öz həqiqi mənasında, həqiqi mənası budur ki, vazih nə mənaya qoymuşdu, o mənada istifadə edirik. Bir dəfə də biz ləfsi istifadə edirik, qeyri-mabudi ələ. Qeyri o mənada ki, onu vazih düzəltmişdik. Amma elə-belə deyil, elə keyfimi istədim. Mən bu dəqiqə məsələm üçün, misal olaraq, məsələm üçün, kiməsə deyə bilmərəm telefon. Şəxsə deyə bilmərəm telefon. Çünki bu gərək insanın zövqünə uyğun olmalıdır, bu anlayış, bu düşüncə. Oxşarlıq üzündən bir şey sifət götürülə bir-birinə oxşadırlar, elə, amma faktiki görürük ki, onun həqiqi mənası deyir də. Görürük ki, doğrudan da bir kəs şücaətli kişi doğrudan da şir deyir ki, yırtıcı şir deyir ki, bir sifətinə görə ona yırtıcı, ona şir deyirlər. Mətləb bura qədər vazihdir. Bura qədər məşhur rəy idi həqiqi məna ilə məcazi mənanın mənasında. Bu cəsus kəlməsidir, özü də məcaz formada istifadə olunur. Cəsus? Necə məcazi mənada? Cəsusun özünə deyir, əyn deyirlər. Cəsusluq edən şəxsə? Bir nəfər insan deyir ki, o cəsus da ehtiyat olmasına. Yox. O cəsus kəlməsi ki, onu şamil edir, o
Məcaz yoxsa həqiqi? Şahid həqiqi olsun. Doğrudan əgər casus nəyə deyirlər? Casus hər o kəs ki casusluq edir. Düzdür? Doğrudan həqiqi olacaq da. Biz ona danışmırıq. Bir kəs ki fərz et ki işi casusluq, ləfz casus qoyur. İşi casusluqdur fərz elə. Onu casus deyil. Ona ərəb əyn deyir məsələn. Yox, casus da deyir. Heç fərz et ki bir dənə ləfzi əyndir. Ona əyn deyir. Ərəb casus deyir. Yox, casus ərəb sözüdür. Cəssəsədən təcəssüs eləmək var, təcəssüs. Təcəssəsə, yetəcəssəsə, təcəssüs hamısı ərəb sözüdür. Məcazi mənada Bəzi ona deyir əyn. Başa düşdün? Məsələn, misal vururum. Amma burada əlaqə digər olan bir şeyin bir üzvü ilə oldu əlaqə. Xüsusi bir nəsə sırf olaraq bir sifəti ilə. Amma həqiqi oldu da. Niyə həqiqi oldu? Həqiqi olmadı. Eyn kəlməsi nəyə deyirlər əsl həqiqətdə? Eyn kəlməsi. Gözəl. İnsana deyirlər. Hə? Amma sən casus olan kamil insana dedin eyn. Yaxşı, bunu məsələn belə bir sual soruşum. Eyni fərqli şey deyil. O heç, onun işimizdə misal. Məcaz kim vurdu? Yox, onlar ləfz-i müştərəkləri qatışdırma. Məsələn, özüsən bir nəfər ustad, desən ki, müəllimdir, tələbədir, ruhanidir, futbolist. Bu kəlmələr həqiqidir yoxsa məcazdır? Hamısı həqiqidir. Həqiqidir. Niyə ağada tələbə nəyə deyirlər? Ki, dərs oxuyun. Lüğətdə mənası nədir? Bir kəs ki, elm tələb edirdi. Doğrudan tələb etsə, onunsa tələb etmək eybi yoxdur ki. Həqiqidir onda. Həqiqidir. Məcazi məna budur ki, onun öz həqiqi mənasından istifadə eləmirsən. Aydın oldu? Fərz elə ki, məsələn üçün bir kəs əkinciyə sən tələbə məsələn üçün. Mümkündür bu məcaz olsun. Əlbəttə görək ki, doğrudan bu cürə məcazı ürf qəbul edir yoxsa yox. Çünki onun işi dərs oxumaq deyil axı. Məsələn, başa düşdün necə? Biri məsələn üçün bizdə saqqal saxlı, uzun qol yeni belə altına molla deyə. Məcazdan deyil, o molla deyil ki. O həqiqətən molladır. Oxşatması var. Burada oxşatma üzvləndir. Saqqalına görə. Bir vəsfinə görə də, sifətinə görə də. Molla məsələn dua işi ilə məşğuldur, dua yazır, üç hərfli çıxardır. O işdən məsələn deyil. Ya məsələn ölü bastırır, onların işləri deyil. Başa düşdün? Başa düşdün nə demək istəyirəm ağacan? Burada bir dənə üzvlə oxşatdı. Düz ağacan? Nə oxşatdı? Üzv, simani. Yəni saqqalı ilə. Xülasə başa düşdü bura qədər. Bura qədər məşhurun sözü idi. Gör indi qeyri-məşhur nədir? Hələ bura oxuyaq. Əl-əmrul xamis əl-həqiqə vəl-məcaz. 5-ci əmr həqiqət və məcazdır. Hə, əl-əmrul xamis həqiqə vəl-məcaz. Əl-istimalu, yoxsa istimala gəldi. Yəni istifadə eləmək, işlətmək. Əl-istimalul həqiqi. İstimal həqiqi nəyə deyirlər? Huva itlaqul ləfz və iradəti ma vudiə ələ. İtlaq burada elə istifadə eləmək deməkdir. Danışmaq, demək, istifadə eləmək, istixdam eləmək. Hamısı eyni mənadır. Bir ləfzi istifadə eləməkdir, yəni deməkdir. Və ondan həmin o muavuzi ələ, yəni həmin o mövzuun ləhi iradə eləməkdir. Yəni həqiqi mənanı. O ki vazih hansı məna? Mövsuldur, hər qayda. Bəli, mövsuldur. Əlləzi. Həmin o iradə eləyəsən o şey ki, vudi ələhu o şey. Həmin o mövzuları da dünən yazmışam sizin. Ma vudi ələ. Əlləzi vudi ələ. Həmin o mənanı ki, vazih qoymuşdu ya, həmin o mənanı iradə eləməkdir. Aydın oldu? Misal, kə itlaqil əsəd və iradətil heyvanın muftərid. Əsəd sözün istifadə eləyirik, amma iradəmiz, məqsədimiz, muradımız budur ki, həmin o yırtıcı heyvanı, vəhşi yırtıcı heyvanı deməkdir. Aydın oldu ağacan? Və ammal məcaz. Amma məcaz nədir? Məcaza gəldikdə. Fəhuva istimalul ləfz fi qeyri ma vudi ələ. Ləfzi istifadə edirik, işlədirik. O mənaya ki, qoyulub onun üçün o mənada yox. Amma bu şərtdə hansı bir dənə başqa mənada. Amma ma'vucudu ulqatin beynəl mövzu'lə. Amma bir əlaqə, ulqa yəni bir dənə əlaqə var. Həmin o həqiqi mövzunların qalxınız həqiqi məna. Həmin o həqiqi məna ilə vəl müstəməlu fi. İndi işlətdiyim məna arasında. Vaxt ki mən seydə deyirəm şir ki seydə deyirəm işlətdiyim mənadır. Bura bax, istifadə elədiyim mənadır. Amma həqiqi mənası deyil. Amma bu məna ilə, bu müstəməlun fi, bu istifadə elədiyim məna ilə həqiqi məna ki var, yırtıcı heyvan arasında bir əlaqə var. Müstəməlun fi istifadə elədiyim məna. Bəli? Mənadım da deyiruz da. Ma'vujud. Huva istimalul ləfz fi qeyri ma vudi ələ. Bir dənə ləfzi istifadə eləm öz mövzunlarında deyil. Amma ma'vucudu ulqa bir əlaqənin varlığı ilə, yəni bir dənə əlaqə var ki,
beynəl mövzuunla, mövzuna həmin o həqiqi məna ilə vəl müstəməlun fi. O müstəməlun fi, yəni istifadə elədiyi məna arasında əlaqə var. Yəni həmin o heyvanı müftərislə bu şəxs ki var mənim qabağımda elə ki var. İndi bunda ona istifadə eləmsəydə edirəm əsada. Onun arasında əlaqə var. Nədir əlaqə? Bi əhədil əlaiqil musavviğə. O ki, musavviq yəni mücəvvizə. O ki, icazə verilən əlaqələr var cəmiyyət arasında. Nəyə icazə verir? Cəmiyyət adətən bir şey məd eləmək üçün əlaqə yaxşı bir şeyləri neyirlər? İcazə verirlər. Yaxşı bir şeylərlə oxşatma eləyirlər. Bir şeylər yoxdur. O ki, bəlağət bəhsidir, bəlağətdadır. Əlaiq cəmi şeydir, əlaqədir, yaxud da ulqadır. Bax, nə oldu? Mən vücudunu oxuduz. Mən nə oxumalıyam? Vücudu Mə vücudi ulqatin. Siz mənə vücudu oxuduz siz. Ola bilsin ağzına su, yəni vazəhdir, mədən su, məəd daimul izafə də iyi olmadı. Mə vücudi ulqatin beynəl mövzuna vəl müstəməlun fi. Yəni, diqqət, əgər ağzından çıxandasa mənə deyim. Yox, ola mümkündür, mən şey olsun da, belə yenə oxusun. Oxusan da səhv məndəndir. Yəni, mədən sonra vücudi olmalıdır. Mən oxusan da səhv məndədir. Yəni, o, yəni, bədihi məsələdir ki, belə deyil. Yəni, olsa səhv mənim ağzımdan çıxır. Bi əhədil əlaiqil musavvə. Kə itlaqil əsəd və iradəti nağa ərrəcülü şuşuca. Neyinir ağacan? Ləfs-i əsədi istifadə edilir, amma muradımız, məqsədimizlə iradə edilir ondan nəyi? Həmin o şücaətli kişi, buracı. Şücaətli kişi. Aydın oldu ağacan? Baxşı. Bu, indi bu bəlağata işarə edir. Thumma izə kənəl ulqa hiyəl müşabəhə beynəl mə'nəyin fəyutlaq aleyhil istiarə. Əgər bu oxşarlıq var, bu ki var, əlaqə ki olmalıdır, əlaqə olmalıdır, ləfsin həqiqi mənanı məcaz. Bu sırf olaraq oxşarlıqdırsa iki dənə məna arasından ümumi oxşarlıq, ümumi şəkildə. Buna deyirlər istiarə. Bəlağətdə, usul bəhsi deyir artıq, girdi bəlağətə. Və illə, əgər oxşarlıq olmasa, bəlkə bir şeyin cüz'i ilə bir şeyə neynəsələr, işarə eləsələr və illə fəyutlaqu aleyhi əl-məcaz, əl-mursəl kə itlaqıl cüz və iradətül kul. Əgər belə olmasa, deyirlər ona məcaz-ı mursəl. Bu bəlağət deyə, təzə bir şey deyil. Hansı üzrə ki, cüz'i istifadə edirik, kə itlaqıl cüz. Amma iradəmiz kuldur. Kə itlaqıl eyn cüz'i bir şeydir. Göz deyirik. Kimə? Və rəqabə, hamısında rəqabə deyirik. Rəqabə qula deyir də ərəb. Ərəb qula boyun deməkdir rəqabə. Boynu çünki bizim əlimizdə qul olanda onun boynu mənim əlimdədir, ya ipi mənim əlimdədir, hər şey mənim əlimdədir, yaxud da mənim boynumdadır. Müxtəlif mənalarla eləyirlər, rəqabə deyilir ona. Artıq ona bir insan üzvünün bir adın qoyublar ona. Məsələn, eyn deməklə, rəqabə deməklə məqsədimiz nədir? Bir insandır da. İndi eyndə ola bilsin məqsədimiz casus olsun. Şeydə, rəqabədə məqsədim həmiz əbiddir, quldur. Niyə dedi kulli? Axı, insan kuldur. Məncə əbid var, əbid. Əbid deyəndə səndən necə düşür? Əbid deyəndə sən nə başa düşürsən? Kulli insan. Bütün insan da. Amma ona bir insanın bir üzvü ilə işarə edirsən. Boyun. Aydın oldu. Ya məsələn, casus bütün insan deyil. Amma ona eyn deyirsən. Casus bütün insan deyil. Casus deyəndə deyirsən ki... Bir şəxs casusluq edir, ha. Bütün insan özü deyil. Həcə. Sonra göz deyirsən amma. Amma kulli deyil də. Ağa, filan kəs deyirlər ki, o vəli casusdur. Deyirlər vəlinin ayağı casusdur. Sən zeynibə onun əli gəlir. Yoxsa özü gəlir. Aferin. Hamısı özü... Ancaq ona sən bir dənə kəlmə deyirsən ki, o kəlmə insanın bir üzvidir. Hamısı deyil. Onunla ona müraciət edirsən. Eyn deyirsən ona, göz deyirsən ona. Amma həmin o cəsusa sən bəzən həmin o cəsusun səndən özü ilə bir müraciət edirsən. Bunlar hamısı mədəhdədir, düzdür? Bəs aydın oldu, bəzən cüz'i bir, insanın bir cüz'i bir şeyin deməklə bütün insanın özünə şamil etsən. Aydın oldu, bura qədər məşhur olan məna idi. O ki, məcazi həqiqəti nətər məşhurda məna edirlər. Bizim bir dənə də varımızda qeyri-məşhur mənası ki, məcazi və həqiqətə məna edir. Müsənnif onu qəbul edir və digər çoxlu alimlər də var qəbul edir. Müsənnif özü deyir ki, bizim mənim ustadım ki var, İmam Xümeyni də bunu qəbul edir. Yəni, tək mən deyirəm də, yəni var, çoxdur əlbəttə ki, çoxdur. Əlbəttə ki, İmam Xümeynidən də əvvəl var, özünün ustadları bunu qəbul edir. Bu nədir? Deyir ki, bu nə demək istəyir? Deyir, ağa, istəyirsən,
əsəd deyəndə, şir deyəndə, istən yırtıcı heyvan deyən, ya rəcülü şica məqsədin olsun, yəni şüzatlı kişi. İkisi də həqiqi mənadır. Heç fərqi yoxdur. İkisi də həqiqi mənadır. Sadəcə birini sən iddia ilə istifadə edirsən, bilirsən iddiasız. Başqa təbirlə desək, deyəndə vaxt ki sən deyirsən şir ki var o yırtıcı heyvan, bunun iki dənə fərdi var. Bir dənə fərdi həqiqisi var, o meşədə olan. Bir dənə fərdidir, mistaqıdır. Fərdi var ki iddiaidir. Sən iddiası sanki onun özüdür. Məsələn, o da şücatlı kişidir. Məsələn, fərz elə Seyid şücatlı bir dənə oğlandır. Hə? Mən vara heç bir fərqi yoxdur. İstər o meşədəki yırtıcıya deyim şir, istər buna deyim şir. İkisi də həqiqi mənadır. Başqa təbirlə isə həqiqi məna bu cürə ki, ikisi də mavuziyələr, ikisi də vəz olunduğu şeydə istifadə olunur. Amma həqiqi məcaz mənasının tərifini başqa cürə eləyir. Başqa dinlə desək, mavuziyələhdə istifadə eləmək meyar deyil həqiqi məna ilə məcazi mənanı ayırmaq. Hər ikisi elə mavuziyələhdə istifadə olunub, yəni vəz olunmuş mənada istifadə olunub. Sadəcə biri iddiaidir, biri həqiqi. Yəni nə? Demək deyəcək. Rəcul şücada iddiaən istifadə. Yəni iddia edirəm ki, bu onun bir dənə fərdidir. Fərd məna deyil. Fərd onun bir dənə fərdindən danışır. Hə, sanki şirin. Neçə cürə cinsi var, növü var. Şirin. Bir dənə cinsi sənsən də. Bəli. Başa düşün, şirin mənasını əldə etmirik. Bunu niyə deyirlər? Bunu elə belə demirlər. Bəlağət zövq istəyir. Xüsusi zövq. O bəlağəti çatdırmaq istəyir. Diqqət edin, gör nə qədər fərq var. Bu məna ilə bir dənə tərcümə eləyəcəm. Bir dəfə mən deyirəm ki, rəəytu əsədən fil beyt. Bir dəfə deyəcəyəm, birinci məna ki var, məşhur mənaya görə belə olacaq. Mən bir dənə şücaətli kişi gördüm evimizdəki, şir kimi şücaətli kişi idi. Mənası belə olacaq da, yəni şücaətli, yəni şir kimi şücaətli, düzdür yoxsa? Amma bu məna ki var, iddiai mənasında eləsə ya, bir sən tərcümanı İngilizcəsini bilirsən. Mən evimizdə şir gördüm. Şirin bir dənə fərdin gördüm. Görürsən bəlağatı burada? Burada deyil, Allah, o həmin yeri buradır. Görürsən, burada o mübaliğə buradadır. Aydın oldu? Bəs xülasə, müsənnif demək istəyir ki, həqiqi məna ilə məcazi mənanı ayıran şey, onun mavudi ələhdə istifadə eləməsi deyil. Vazi nəyə vəz edib, ondan ayrılmır. Hər ikisində mavuzi ələhdə istifadə edir. Bir dəfə sən onun bir dənə fərdinə işarə edirsən, birinin digər fərdinə. Bir dəfə həqiqi kamil olan fərdinə işarə edirsən, bir dəfə qeyri-həqiqi kamil olan fərdinə, iddiai fərdinə işarə edirsən. Sanki buna bənzər deyirəm ki, şir ləfsinin neçə dənə fərdi var? Bir dənə fərdi budur. Amma həqiqi fərd görsən sən. İddiaən mən bu fərdi. Yəni şişirdirəm qoyuram sən o fərdin yerindən. Aydın oldu? Bəs məna da fərq edir tərcümədə. Birində bəlağət çoxdur. Diqqət elə. Bir dəfə deyirəm ki, bizim evdə şir kimi şücaətli bir dənə kişi var. Bir də bizim evdə şir var. Yəni məqsədimin insandır ya. Yəni şirin bir dənə fərdi ki var, insan odur. Məsələn, həmişə şirdir o ikinciyə. Onu gərək təhlil edə. Onu mən fikirləşməmişəm. Vaxtımla fikirləşməmişəm. Hətta bazen olur orada. Hə, buna olaraq şahid də gətirib də Səbinə Muxtaram. Ola bilsin mən izahdan sonra sizə bəzi məsələlər aydın. Şahid də gətirir şeirdən. Ki belə burada bəlağət yönür. Deyir vicdanla şeirə baxanda həmin məna verir. Şeirdə yazıb ki, bir dənə təcrübəli şəxsin yanında, kişinin yanında silah var. Özdə möhkəm, tam kəsici silah var ki, onun qanadları var. Onun qanadlar deyəm, yəni həmin o qanad deyəm, üzrəm. O şirin bu hissəsində şeylər çıxır, tüklər var ha. Onun azabcının adını bilmirəm nədir. Hə, tüklər var o başının ətraf hissəsində. Onun bunları var və dırnaqları var ki, kəsilməyib, aradan getməyib. Sanki şirin özün danışır, şirdən danışır döyüş meydanında. Hə? Başa düşdün? Sanki şirdən danışır. Amma sanki şirin fərdindən bunu çıxarmıyor. Belə insanı şir kimi edib. Bu şeiri biz əgər bu cürə tərcümə eləsək ki, o məşhur məna kimi görə belə deyək. Deyək ki, döyüş meydanında filan sifətdə olan şücaətli şir kimi bir şəxs var. Şir kimi. Bəli. Bir dəfə deyirik ki, döyüş meydanında qılıncla döyüşən bir dənə şir var. Hansındır bu məcaz?
Hər ikisi məcazdır. Birinci məcaz məşhur mənanın tərifi başqa oldu. İkincisi ki var. Onlar hər iki alimlər məcazı qəbul edirlər. Biri məcazı başqa məna eləyir, biri məcazı başqa məna. Bunu deyim cümlədən sonra mətn oxuyum. Biri üçün meyar, o məşhur üçün meyar budur ki, məcazla həqiqət budur ki, bax gör, əgər bir ləfz o vazə nəyə vəz elib, onda istifadə eləsə həqiqidir. Onda istifadə eləməsə nədir? Məcazdır. Məşhur bunu deyir. Sonraki bu ki, başqa alimlər və həmçində müsənnif demir belə. Müsənnif deyir ki, meyar budur məcazla həqiqət. Məcaz həqiqəti bilirəm. Meyar bu deyil. Meyar bu deyil ki, sən harda mövzun ləhdə istifadə olunsa məqadır. Bəlkə həm məcazda, həm həqiqətdə mövzun ləhdə istifadə olunur. Hər ikisindən mövzun ləhdə istifadə olunur. Hər ikisində insan danışanda şiirdə istifadə edib. Sadəcə şiirin fərqlərində fərq qoyub. Əgər həqiqi mənanı çatdırmaq istəsə, şiirin həqiqi bariz olan nümunəsini məqsəd edir. Həmin o yırtıcı şiir. Bir dəfə yox. Həqiqi o fərdin çatdırmaq istəməsə, bəlkə iddiai, özündən onu onun yerində qoyub, onu onun mənzilində qoyub. Onu çatdırmaq istəsə, nə edir? Məsələn, deyir ki, həmin o şəxsdə istifadə edir. Bəs hər bir halda hər ikisində mavuzələrdə istifadə edib. Sadəcə birində iddia yoxdur, birində iddia var. Bəs fərqləri güya ki, çoxdur. Bir dənə də fərqi budur. Şiirin elə şiir bir dənə şiirdir, mənası bir dənədir. Mövzuları bir dənə də istifadə olur. Sadəcə fərqləri müxtəlif. Bir dənə fərqi budur, meşədə yaşayır. Bir dənə burada var ki, şücaətdir, amma iddia. Bura qədər mətləb tutardı. Bəli. Bu birinci tərəfdən nəzər məşğuldur. Bəli. Ləfsi əgər Bəli. qoymuşsa, o cür istifadəndə həqiqi olur. İndi bu cür deyəndə bir dənə də bu işqal vardı o ki, məsələn, deyirik ki, Seyid şiirdir. Siz deyirsiniz ki, məsələn, onda bir xüsusiyyət var ki, o ləfsi mavuzələ oldu onun üçün. Yox, mavuzələ olmayıb onun üçün. Mən ki, birinci mənaya görə, əgər mən buna şiir desəm, məqsədim şücaətli olmağına görə, düzdür yoxsa? Məgər şiirin mənası şücaətli olmaqdır, şücaətli şiirir. Yenə də məcazi məna, mavuziyələr deyil ki, yenə də, qeyri-mavuziyələr. Demədik ki, məsələn, əgər bir cəsusa niyə cəsus edir? Görsən ki, o niyə var, onu vurur. Cəmaata baxın, ona baxın, onun axbar xəbərini gətirir. Niyə cəsus edir? Yox, sizin işiniz mənaya qarışıb yenə. Mən mənaya danışmıyorum. Bizim bəhsimiz istimalı ləfzdir. Bildim də istimalı. Siz axı mənadan danışırsınız. Ləfz, siz ona ki, cəsus kəlməsindən danışmırıq biz. Cəsus məsələn, cəsus qoyaq qırağa. Bir kəs ki, cəsusluq eləyir, siz ona eyn deyirsiniz. Niyə eyn dediniz ona? Bunu, cəsus kəlməsini qoyuyor, cəsusunu danışmırıq. Bir kəs ki, cəmaatın həyatı ilə axtarış edir, belə də cəsus qoymuyor. Sonra eyn deyirsiniz. Eyn kəlməsinin həqiqi olan mənası nədir? O gözdür. Sonra niyə göz deyirsiniz? Gözün həqiqi mənası bu üzvdür. Düzdür? Siz bütün onun başına, ayağına, kəlləsinə, bütün onun xasiyyətinə, bütün onun şeylərinə hamısı dediniz bunlar. Niyə? Bəs onun həqiqi mənası deyir də. Bəs göz kəlməsi həqiqi o məna üçün göz buna deyirlər. Nəinki onun başına, ayağına, bədəninə, onun xasiyyətinə, onun rəftarına göz demirlər ki. İkinci tərəfdə başqa sözdür yox. O ikinci başqa mənadır. O siz axı birinci məna bu idi. Bəs siz onu deyəndə bəs meyar budur ki, həqiqətlə məcaz bundan ayrılır. Əgər mavuzi ələhdirsə, həqiqidir. Qeyri-mavuzi ələhdirsə məcaz. Bu qurtardı. Müsənnif deyir ki, o bursu ki, məna ki var, həqiqəti məcazını ayırıblar. Meyar bu mavuzi ələh, qeyri-mavuzi ələhdir. Meyar başqa şeydir. Bilməm, məsələn, tələbə məsələn bu həqiqidir yoxsa sizin misallarınız hamısı birinci mənalıdır. Deyirsiniz ki, həqiqidir. Yəni tələbə elmində məsələn deyir ki, məsələn Seyid şiirdir. Ondakı o xüsusiyyətdə ona görə də şiirdir də. Tələbə ilə şiirin arasında nə fərq olur ki? Tələbə heyvandır. Tələbə yox, əslində o mənim demirəm. Tələbə deyim ki, tələbə elm oxuyur. Tələbə deyir ki, bir nəfərdə şücaət var, ona görə biz şiir deyirik. Tələbə sözünün mənası elm tələb eləyəndir də. Bir kəs ki, doğrudan elm tələb edirsə, biz ona tələbə deyiriksə, bu özü həqiqi mənadır, məcaz deyir ki. Bir şəxs şücaətlidir, biz ona şiir deyirsə, həqiqi mənadır. Necə həqiqi? Çünki şiir heyvana deyirlər. Adam ki, adamdır o, adama deyirlər heyvana. Şiir kimə deyirlər? Meşədə yatan yırtıcı heyvandır. Gəlib şiir sözün, gəlsən buna deyirsən. Məlum da əlaqə var. Əlaqə bu cür. Yəni şiirdəki şücaətə ona oxşatsan. Amma fakt olaraq
Şir insana deməzlər ki, heyvana şir deyərlər. Sonra axı mavuziyələtdir. Sizin ikiniz o birinci mənadadır. İkinci mənada bəs ikinci mənada meyar ayırmaq üçün mavuziyələ, qeyri-mavuziyələ olmaq deyil. İddia və qeyri-iddiadır. Mətni oxuya edirəm, sonra təltənə girilir. Bəli, sonra bəhs sual ver. Qoy bir də mətn oxuya. Hada huwa ta'riful məşhur lil məcaz. Bu bura qədər oxuduğumuz məcaz üçün məşhur tərifdir. Və hunaka nazarun axar və burada başqa bir dənə rəy var ki, nəzər var ki, digər nəzər ki, muvafiqun lit-təhqiq. O təhqiqlə muvafiqdir, uyğun. Yəni mənim araşdırmaqla bizim son nəticəmizlə uyğundur. Və hasili budur ki, mulaxası, xülasəsi budur ki, ərə gələn budur ki, innəl ləfzə səvaun kana istimaluhu həqiqiyyən o məcaziyyən yustəmalu fīmā vudi'ələ. Ağacan, ləfz istər 20 dəqiqə var ağacan. 20 dəqiqə var təqribən. Yaxşı, bax, ləfz fərq eləmir. Həqiqi mənada istifadə eləsin, o sizin yuxarıda dediyiniz kimi. Ya məcazi, hər bir halda yustəmalu istifadə olunur. O şeydəki onun üçün vəzn olunub o ləfz. O şey, o qaydır ona. Yəni, demək istəyir ki, meyar, həqiqət, məcazda siz dediniz mavuziələ, qeyri-mavuziələtdir. İkinci tərifi əsasən məcaz da olsa, həqiqi də olsa, yəni hər halda mavuziələtdə istifadə edib. Sən də doğrudan şirsən. Amma iddia şirsən. Elə sənə şir demişik, elə mavuziələt istifadə eləmişik. Fərqi yoxdur. Yəni, meyar mavuziələ, qeyri-mavuziələ olmağı deyil. Qeyr, məgər ki, illa ilə deyil. Qeyr ənəl ləfzə fil əvvəl, həqiqidə yəni, əvvəl yəni həqiqidə, müstəməlun fil mavzuun ləhu min duni eyyi iddiain və münasibətin. Fərqi budur ki, birincidə eyni ilə heç bir iddia eləmirəm, heç bir şişirtmə yoxdur, heç bir mübaliğə yoxdur, heç bir oxşatma yoxdur. Bidun oxşatma, şir ki, o heyvana görə mənəm şir. Heç bir iddiam və oxşatma yoxdur onun özündə. Yenə də şir həmin o heyvanı yırtıcıda istifadə eləmişəm. Bu bir. 2. Və fithani, yəni o məcazda müstəməlun, yəni ləfz yəni müstəməlun fil mavzuun ləh, həmin o mavzuun ləhdə istifadə olunur. Amma həmin o yırtıcı heyvan. Liğayətin, bax liğayəti iddiain, amma iddia hədəfi ilə, iddia qayəti ilə, iddia məqsədi ilə. Ağacan, mən sənə var ha, sənə var da. Sənə elə deyəndə şir, elə məqsədin o şirdir. Sadəcə fərqlidir ki, sən o şirin bir fərdisən. Çöldə olan bir fərdisən. Bu onda həqiqi oldu, ha? Bu məcaz oldu. İddia ilə onun fərdini sayıram. Həqiqətdə onun fərdi deyil. Yenə məcaz oldu da. Bu oldu məcaz, amma o olmadı məcaz. Buna diqqət edin, bir dənə çox aşırı. Məşhurun sözü. Siz bir dənə diqqət edin. Məşhurun mənasını başa düşürün, fərqi nədə bilir. Məşhur üçün meyar, həqiqət, məcaz deyir, bax gör, kəlməni mavuziyələhdə istifadə eləmirsən, yoxsa yox. Meyar budur. İstifadə eləsən, həqiqət istifadə eləməsən, məcazdır. Bunların rəynəsində deyir ki, meyar məcazla həqiqəti ayırmaq mavuziyələhdə istifadə eləyib eləməmək deyil. Deyir, sən məcazda da yenə mavuziyələhdə istifadə edirsən, həqiqətdə yenə mavuziyələhdə. Başqa meyar var. Meyar iddiadır. Bir dəfə sən heyvana baxsan, deyirsən ki, bu şirdir. Həmin o yırtıcı heyvana. Düzdür? Burada heç bir iddia eləmirsən. Heç bir iddianı, heç bir oxşatma ilə eləmirsən. Elə birbaşa deyirsən. Bir dəfə də buna baxsan, deyirsən ki, bu şirdir. Oxşatma edirsən ondan, amma onun bir dənə fərdi bilirsən. Sanki şirin bir dənə fərdidir. O heyvanı yırtıcıdır, bu insandır. Bəli də, oldu məcazdır. Məcaz həqiqətdən. Birincisi, mən çünki bütün sualları sizin birincisə qayıdır. Elə siz bir dənə birincisini aydınlaşdırın bəhsdə. Birinci aydınsa bu vazih olacaq. Çünki birincidə meyar başqadır, ikincidə meyar başqadır. Bu məşhurdur. Əlbəttə ki, deyirlər ki, Səkkakinin də bəlağatçının da Səkkaki əlbəttə ki, istiarədə bu qeydi vurmuşdur. Bunlar hamısı bəlağata qayıdır. Yəni bəlağatda bunları elə bilirəm sizə indi kimi bəlağat keçməyiblər. Bəlağatda bunlar keçib. Çünki usuldan əvvəl tələbə muxtasar olaraq məntiq oxumalıdır. Muxtasar da olsa yaxşı oxumalıdır. Muxtasar olaraq bəlağat oxumalıdır. Daim mən nəhvəzatı qoyduq qırağa. Allah nəhv ki, məlum da olmalıdır. Çünki usulda əlfaz bəhsində bəlağat nöqtələri gedir ancaq. Yəni mümkündür. Yəni qayda yəni budur. Muxtasar deyirəm hələ həddində ya. Gelişli demirəm. Gedirik. İnnəl ləfzə istər belə olsun bilsin. Burası nə var? Liğayəti iddiain. Bir dənə iddia var ki, ennəl murid min məsadiqil mavdu'lə.
İddia budur ki, bu morid ki var, buna deyirəm şir. Bu onun o meşədə olan heyvanın bir dənə fərqlərindəndir. Bu iddia ilə buna deyirəm bunu. İddia ilə. Məsələn, deyirik bir dənə fərqlərindən də o ola bilmir. O heyvan Fərd iddiai. Fərd iddiaidir. Fərd həqiqi deyil. Fərd iddia bilirsən nə deyirlər? Sən mən nə deyirəm? Deyirəm ki, sən ayətullahsan. Sən ayətullahsan. Mən iddia edirəm sən ayətullahsan. Doğrudan ayətullah deyilsən ki. Eyni səni ayətullahın bir dənə fərdi kimi qərar verdim sənə bu dəqiqə. İddian, həqiqətən beləsən. İddia ola bilsin ki, İddia fərdlə iddia. Elə bir şey səni onun mənzilində qərar verirəm, amma iddian həqiqətən belə deyirsən axı. İddian budur. Amma hər bir halda ayətullah kəlməsində düz istifadə edirdim. Sənə sanki fərz elədim, sən ayətullahsan, sənə dedim ayətullah. oldu bu məcaz. Sənə sanki fərz elədim ayətullah, sənə dedim ayətullah. Fərz eləyən halda sən doğrudan ayətullahsan da. Səni mən fərz eləsəm, sən ayətullahsan fərzində. Fərzində doğrudan ayətullahsan da. Doğru, düzü çöldə ayətullah deyirsən. Fərz eləmağın bu boyda rişi var, ayətullahdır, sən deyirəm ayətullah. İddian sənə fərz eləmək düz olur da. Yaxşı. Kama fi qovlu şair, şairin qovlu. Ləda əsədin. Ləda yəni ində də, yəni əsəd yanında. Ləda əsədin şaki silah. Şakin bir neçə mənası. Bir dənə mənası o iti olmaq mənasındadır. Bir dənə var ki, tamamı, tam olmaq. Hə? Oğlamaq mənasında deyir. Şaki. Oqçu. Bilmirəm, onun işini açır. Sər. Silahla olan. Hə, o olama deyil. Yəni onda olan silah tamamdır. Başdan silahlanır. Yəni belə deyək də silahlanmış bir dənə şirdir ki, yəni başdan elə tamamilə güclü şəkildə silahlanmış şirdir ki, nə dağa müqazzaf. Müqazzafın müxtəlif mənası var. Burada mənası təcrübəli bir o döyüşçüyə deyirlər, cəngavər məsələn ona deyirlər. Bunlar deyil, orada şahid misalımız deyir ki. Lahu libad, onun üçün o tüklər var, değil mi? Şirin, bu yanında orada tüklər var, o vardı. Və libadın azfaruhu, dırnaqları ya caynaqları lam tuqallam. Yəni şey olmayıb da, yəni kəsilməyib, qırxılmayıb. Qələm olma, bizdə qələm sözü var. O yəni kəsilməyib hələ. Məhəlli şairində burada. Bu hamısı görürsüz şirin sifətləridir. Amma cümlədən başa düşür, burada insandan danışır. Döyüş meydanında qərinə var da, insandan danışır da burada. Hə. Hə? Müqazzaf hədə döyüş meydanında olan özdə üstündə silahı var. Şirin silah yoxdur. İnsandan danışır. Şair isə bu əsəd kəlməsini istifadə edib və əsəd kəlməsinin eyni o şücaətli insanı eyni şir kimi təsəvvür edir. Dırnaqları var, saçları var, çatları var. Yəni burada bu şeiri birinci mənanə görə belə tərcümə edəsiniz. Filan sifətlərdə şücaətli kişi var, şir kimi. Birinci məna. Amma ikinci mənada belə deyil. Deyəcək ki, filan sifətlərdə döyüş meydanında şir var. Fərqi oldu mənaları. Birinə müğalibət çoxdur mübaliğə çoxdur. Fəstu milə ləfzul əsəd istifadə edilib əsəd ləfsi bu cümlə həsəbəl vicdan, yəni biz o vicdanla, o görüşlə, baxışla gördüyümüz kimi. Yəni baxışda, hə. Vicdan, yəni vicdan, sən ilk dəfə onu görəndə nə tərəf dərk edirsən bu cürə. Yəni özün dərk edir, başqa bir kömək almadan, özün birbaşa baxanda. Fi nəfsil məna, həmin o həqiqi mənadır. Həmin o sanki o şir var, yırtıcı şir. Onun kimi gedib söhbətə, onun kimi istifadə edir. Lakin biddia, amma bu iddia ilə ki, ənəl murid yəni həmin o kişi ki var, şücaətli kişi, min məsadiqi həmin o əsədli şirdir. Onun fərdindən və əfradındandır. Hətta əfbətələhu, ta ki onun üçün, vaxt ki onun müstəqdən çalıb, başlayır indi onun şirin əsərlərini vermək ona. Səbətələhu atharul əsəd. Əsədin əsərləri nədir? Minəl lübət. Həmin o başındakı tükləri, vəl əzfardın dırnaqları, o şeylər, həmin o caynaqları ona deyib. Yəni bir dənə kişini təsəvvür edib döyüş meydanında, onun üçün təsəvvür edib caynaq, maynaq zat, eyni şir kişi, eyni onu şir kimi təsəvvür edib, fərq eləmir. Və hâzə huvə xirətü ustadinə Seyyidil İmamil Xümeyni Quddüsə sirru. Bu həmin xirə, yəni intixabıdır. Yəni həmin bu rəyi də mənim ustadım onu seçir. Vəl hasil yəni bütün bəhslərə bax qısalır. Ənəhu ləv kana təfhimil mənəl mövzuləh huvəl qayə min vərail kəlam fəl istimal həqiqi. Əgər belədir, hasil budur ki, əgər mövzun ləhi çatdırmaq olsa, kəlamın arxasında sırf olaraq istəyirəm ki, elə mövzun ləh nədir, elə onu deyirəm. Birbaşa kəlamın ardıcı istəyirəm elə mövzun ləhi çatdırım. Şiri istəyirəm çatdıram, başqa şey yox. Bu olacaq həmin mənə həqiqi, buraya əsas.
Və in kana muqaddimatan və mir'atan litəfhim fərdin iddia vəlav bil qarinə fəl istimal məcaz. Əgər yox, mən bu əsəd demək müqəddimədir ki, sənə çatdırmaq ki, bir işarə olsun, haki olsun, güzgü olsun ki, o şirin bir fərdin sənə çatdırmaq istəyirəm. Vəlav qərinənin vasitəsilə, bir əlamətin vasitəsilə. Əlamətin vasitəsi nə idi şeirdə? Başdan ayağa silahlanıb döyüş meydanında. Bir də əlamətdən çatdırmaq istəyirəm ki, fəl istimalu məcaziyyun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.